bayramlı her gün sizinle. Şok qalmaqam maraqlı qonaqlar, her sözümüz tam səmimi olar. Dünya dever diyecek öz sözü, qoşul bizə və şahid ol özün. Hər ekskluziv burada səslər tam səmimidir bizim söhbətlər. Tam səmimi, tam səmimi söhbətlər, tam səmimi. Lay lay lay. Sen ay güzel yarım, benim sen benim talihim qismətim varım. Canımsan benim sen ay güzel yarım, benim sen benim talihim qismətim varım. Canımsan benim her zaman her dəqiqə mən yolunu gözləmişəm. Səni necə sevdiyimi ürəyimdə gizləmişəm. Her zaman her dəqiqə mən yolunu gözləmişəm. Səni necə sevdiyimi ürəyimdə gizləmişəm. Mənim həyatım sənindir, sənindir. Mənim həyatım sənindir, sənindir. Sənsiz həyat mənə çox çətindir. Sənsiz həyat mənə çox çətindir. Mənim həyatım sənindir, sənindir. Mənim həyatım sənindir, sənindir. Sənsiz həyat mənə çox çətindir. Sənsiz həyat mənə çox çətindir. Ki her zaman seni anıram, seni mən hamıdan yaxın sanıram. İnan ki her zaman seni anıram, seni mən hamıdan yaxın sanıram. Her zaman her dəqiqə mən yolunu gözləmişəm. Səni necə sevdiyimi ürəyimdə gizləmişəm. Her zaman her dəqiqə mən yolunu gözləmişəm. Səni necə sevdiyimi ürəyimdə gizləmişəm. Mənim həyatım sənindir, sənindir. Mənim həyatım sənindir, sənindir. Sənsiz həyat mənə çox çətindir. Sənsiz həyat mənə çox çətindir. Mənim həyatım sənindir, sənindir. Mənim həyatım sənindir, sənindir. Sənsiz həyat mənə çox çətindir. Sənsiz həyat mənə çox çətindir. Mənim həyatım sənindir, sənindir. Mənim həyatım sənindir, sənindir. Sənsiz həyat mənə çox çətindir. Sənsiz həyat mənə çox çətindir. Mənim həyatım sənindir, sənindir. Mənim həyatım sənindir, sənindir. Sənsiz həyat mənə çox çətindir. Sənsiz həyat mənə çox çətindir. Mənim həyatım. Teşekkürler, teşekkürler İbo. Sağ ol, sağ ol, sağ ol. Hörmətli tamaşaçılarımız, hoş gördük hər birinizi. Bəli, deyəcəm gəldim, amma elə səhər tezlərindən həmkarım Nuranənin proqramındaydıq. Orada da güzel bir hava var idi. Elə deyək də cəmiyyətimizdə nüfuzlu rolü olan insanlarımızın əksəriyyəti Nuranə xanım proqramında toplaşmışlar, yığışmışlar. Bunun da bəlli bir səbəbi var. Əsasında 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə qoyulan Azərbaycan mətbuatı bugün bayram edir, əziz tamaşaçılarımız. Bu bayram münasibəti ilə elə mən buradan üzümü tuturan bütün Azərbaycan mediasında çalışan bütün jurnalistləri, ondan sonra aparıcıları,
jurnalist bazında, amma aparıcıları təbrik edirəm. Televiziyada, radioda, nə bilim, saytlarda, qəzetlərdə, jurnallarda çalışan milyonlarla insanlar var, milyonlarla həmkarlarımız var. Bəlkə də biz onları tanımırıq, amma onların qələminin sayəsində, onların belə deyək, onlar haqqında bir təsəvvürümüz var. Hər birini ayrı-ayrılıqda təbrik edirəm. Elə bəri başdan mən televiziyamızın rəhbərliyi başda olmaqla Dünya Televiziyasında çalışan bütün həmkarlarıma, operatorlar, aparıcılar, jurnalistlər, nə bilim, hər birinizi təbrik edirik. Hər birinizin ailəsinə bu bayramdan bir pay düşür. Xüsusilə tam səmimi komandasını mən salamlayıram və təbrik edirəm. Mahir var, Nadir var, Anar var, Rüya var, Emin var, Qurban var, Rais Bəhrami var, Elnari xanım Eminova var. Hər birinizi təbrik edirəm, bağrıma basıram, öpürəm. Və başlayırıq, biz də gəldik. Nə xoş ki, bu bayram günündə bizim də efirimiz sizə təqdim olunur. Mən geyimimə görə təşəkkürümü bildirmək istəyirəm Mərkəzi Bazarın yaxınlığında yerləşən Zozan kişi geyimlərinə. Əziz bəylərimiz, buyurun Zozandan geyinin, Zozandan gecinin 050-055-302-17-17 əlaqə telefonlarıdır. Proqramımıza Likol məhərrik yağlarının sponsorluğu, o cümlədən Azmart.az mebel mağazasının təşkilatı dəstəyi ilə baxırsınız. Qonaqlarımı təqdim edim. Bəfəqal, nə oldu, istiləndin? Maşallah, sərindir ki, razıyam. Əvvəl biraz isti idi hamımız üçün. Sara xanım da özünə yer tapa bilmirdi. Amma indi bunu nəzər almaq ki, burada işıqlar filan, amma mən valla sərinlədim. Tez istilənən insanam, amma sərinlədim. İbrahim Borçalı nəğməli qonağımız öz ifası ilə elə deyərdim ki, Azərbaycan mediasını salamladı, təbrik elədi. Digər qonağımız Sara Səfurə Bahadurdur. Bu Sara Səfurə Bahadur ki, Dünya Televiziyasının ta təməli qurulanda bu xanım bu televiziyamızda doğrudan da böyük əmək göstərib, böyük çaba göstərib. Çox maraqlı layihələr olub. Yəni 1990-cı illərdə Sumqayıtda bir gün, ondan sonra indi Onlarda qoca görünmürəm. maşallah, bir çabana deyərsən, zarafat üçün belə dedim. Amma doğrudan bizim maraqlı olubdu, layihələrimiz olubdu, Samirin də olubdu. Samir məndən sonra gəlibdi. Danışarsan bu barədə. Bəli. Sara xanımın nəinki Dünya Televiziyasında, başqa televiziyalarda da həmişə əli dolu geniş xanımdır. Bütün efirlərdə. Onu müğənnilər də çox istəyir, tamaşaçılar da çox istəyir. Biz də çox istəyirik, bir dənə Saramız var. Yəni ikinci Sara yoxdur. Növbəti qonağımız Vəfa Abbasovadır ki, belə deyək də, o da belə deyim, Azərbaycanımızın mədəni ictimai həyatında mühüm rolü olan xanımlarımızdandır. Çox maraqlı xanımdır, gördüyü işlər maraqlıdır. Mən bugün çox şadam ki, Vəfa xanım da bizim proqramımızdadır. İşləri uğurlu olsun. Təşəkkür edirəm. Vəfa xanımla çox qısa bir zaman müddətli tanışım, amma o dostlarımın arasında onun xüsusi bir yeri var. Yəni bilirəm ki, bu əbədi əzəl var, olacaq bir dostluqdur. Digər qonağım Firdovsi İsmailova. Cəmi cümlətanı 2 dəfə görüşmüşük, ikinci kəsdir bu insanla görüşürük. Mən onu bir məclisdə gördüm, ondan sonra bir efirdə gördüm, çox bəyəndim. İstədim ki, bizim İsmailimizdən qonaq gəlib. İstədim ki, belə istedadlı gənclərimizdən birinə də mən dəstək olum. Bu bizim proqramımızda da olsun. Qoyunu da axtarsınlar, arasınlar. Bədii qiraətlə məşğul olur. Sizin məclislərinizdədir. Çox savadlı, istedadlı bir qardaşımızdır. Xoş gəlmişsiniz. Çox sağ olun. Mikrofonlar, buyurun, danışın. Bir salamlayın tamaşaçılarımıza. Mən də mətbuat gününü təbrik edirəm. Bütün öncəliklə Dünya Televiziyasının kollektivlərinə bütün təbrik edirəm. Sizləri mahnımla təbrik elədim. Təşəkkür edirik. Necə deyim, Sara xanım da vallahi elə mən 15-16 ildir ki, sənətçi olandan ilk dəfə elə Dünya Televiziyasından. Bəli. Biz onda köhnə binada çalışırıq. Bəli, gəldik. İbrahim Borçal, Səyyad Əlizadə dedi ki, mənim bir yaxşı dostum var.
Amma sizin təzə yox, çıxır. sizin onda diskləriniz var idi. Onda O belə zaman kaset idi. Kaset idi, hə, disk yox idi, onun necə? Şey bacım, o qədər məsələn bugünkü kimi deyildi. Bəli. Onu deyirəm, bu şəhərdə deyir, kasetə olar belə kasetdir, yumru kaset. O vaxt o belə bir kaset. Yumru yox idi, kvadrat kaset idi. Audio kasetdə. Audio kaset idi. Onda dedim ki, gəlsin. Canlı bizim konsert var idi. Açıq havada. Onda gəldi. Onda elə İbrahimi gördüm. Nə mənada səmimi, dostlaşdıq. Gördüm ki, səmimi oğlandı. Yaxşı müğənnidir. Yəni bizim həmişə Dünya TV-nin qapıları, Samir, bizim sənət adamlarının üzünə açıq olubdu. Hamı gəlibdi. Hamına belə, biz doğrudan da belə olubdu da, belə dəstək olmuşuq, kömək etmişik. Biz yanlarında olmuşuq. Mən həmişə deyirəm sənətçilərimizə, yəni elə bir Rusiyada bir tədbirdə bir sənətçi, bir aparıcı xanımın xətrinə dəydi və mən onu o cəmaatı də dedim ki, səhv elədin, ən azından xanımdır və ən azından səni mənə təqdim edən bu xanımlardır. Biz onlara diqqət qoymalıyıq və o üzr istədi xanım. Bilirsiniz, indi gəlib belə danışaq da, bugün media işçilərinin bayramıdır. Yəni, media deyəndə medianın içərisində texniki işçilər də var. Biz jurnalistlərdən başqa həmişə onları da yadımızda saxlayaq ki, o kameramanlar olmasa, rejissor olmasa, pultun arxasında, səs rejissor. Yəni, bunlar tam mənasında tamaşaçıya çatdırmaq olmaz. Amma indi, məsəl üçün, Samir də televiziyada işləyən adamdır, mən də televiziyada işləyən adam olmuşam, hal-hazırda da çalışıram, Vəfa xanım da işləyib Azərbaycan Dövlət Televiziyasında. Yəni, bizim ikimizin məktəbimizdir, biz oradan gəlmişik. Bəli, yəni mənim özüm bir neçə il demək olar ki, Azərbaycan Dövlət Televiziyasında çalışmışam. Siz bayaq öz müəllimlərinizə təşəkkür etdiniz. Mən də orada Eldar Sadıqov var idi. İlk dəfə mənə kömək etdi bizə. Bəli, Ənvər müəllim var idi, Çingizoğlu. Sonra bizim Cavanşir müəllim var. Beynəlxalq redaksiyada çalışırdı. Allah ona şəfa versin, indi xəstədir. Hər kəs onu çay dəstgahı kimi tanıyırdı. Biz olsa deyəndə, təqdim etəndə deyirik ki, çay dəstgahı gedirdi vaxtlıkən. Amma biz o verilişin adını heç vaxt düz demirdik. O həmişə kimi görəndə deyirdi ki, mən nədən tanırsan? Deyirdi ki, çay dəstgahından. Demirdilər dəstgahı. Axırda o kimi görürdü, deyəndə deyirdi, verilişin adını düzdür. Biz də artıq onu belə özümüzdə aşılardıq ki, çay dəstgahı. Televiziyadasan? Məncə elə 20 ildən çox olur. Bəli, bəli. Televiziyada. 20 ildən çox. Vəfa hamısı da xoş gəldiniz. Teşekkür edirəm. Samir, dəfələrlə bizi verilişlə dəvət etdiyi üçün sizə çox təşəkkür edirəm. Mən ilk öncə Dünya Televiziyasının rəhbəri Ramiz mən başda olmaqla elə ki, bu Dünya Televiziyasının media işçilərinə təşəkkürümü bildirirəm. İcazə versəz, mən bir Həsən bəy Zərdabi dönəminə dönərdim. Doğrudan da Azərbaycan mətbuatını çox çətinliklə yaradan, ikinci qəzetini çox çətinliklə nəşr etdirib. Bugün Azərbaycanı dünya müstəvisində təqdim edən bir bayilərdən biri də Həsən bəy Zərdabi olmuşdur. Təbii ki, 1875-ci ildə o dövrdə mətbuat haqqında insanların düşüncəsi çox dar idi. İnsanlar o qədər inkişaf etməmişdi. Ziyanlarımız çox az idi. Elə bir dövrdə qəzet nəşr etmək, qəzeti ərsəyə gətirmək, insanları maarifləndirmək bu özü bir qəhrəmanlıq tələb edirdi. Həm də ki, quruluşuna görə çox çətin idi. Mən üzr istəyirəm. İndi bilirsiniz necədir? Tutaq ki, hansısa bir qəzetdə, hansısa bir televiziyada işləyəndə biz baxırıq da, məsəl üçün, jurnalist bir sahə üzrə artıq mütəxəssis olur, peşəkar olur. Biri iqtisadiyyatdan çəkir, biri mədəniyyətdən çəkir, biri səhiyyədən çəkir. Amma Həsən bəy Zərdabi hər tərəfli idi. Məsəl üçün, 2-3 səhifəlik, kiçik ölçüdə bir qəzet idi. Orada rubrikalar vardı. Kənd təsərrüfatından, tibbdən, məktəbdən, yəni bütövlükdə o niyə görə özünü sevdirə bildi? İnsanlar savadsız da olsa deyirdi ki, amma insanlar onu həzm edə bildi. Çünki onların istədiyi kimi, istədiyi formada onu oxuculara çatdıra bildi. Məhz ona görə də Həsən bəy Zərdabi Azərbaycan mətbuatının banisidir. Yəni bizlər bani ola bilmərik ki. Məsələ bizim banimiz ona görə ki, o dövrünün ziyalысы idi, o dövrünün kəkçisi idi, o dövrünün həkimi idi, o dövrünün təsirçisi idi. Demək olar ki, Həsən bəy Zərdabi Azərbaycan mətbuatının ən parlaq
ən parlaq simasıdır və biz onun davamçılarıyıq və güman edirəm ki, artıq informasiya savaşı olan bir dövrdə yaşadığımıza görə Həsən bəy Zərdabinin qoyub getdiyi irs bu günləri internet vasitələri ilə dünyaya çatdırılır. Vəfa xanım, mən yenə də bir müdaxilə edəcəm və deyəcəm. 1875-ci ildə deyir ki, Həsən bəy Zərdabi gəldi, ilk qaranquş kimi gəldi və dedi ki, biz bu yıl, yəni ilk Əkinçi qəzeti çıxdı, insanlar oxudu, marifləndi filan. Axı, bundan əvvəl Azərbaycanlılar həmişə oxumağa meyilli olur, yazmağa meyilli olur, görünəcək. İndi biz deyirik, böyük şairlərimiz, böyük yazıcılarımız, böyük varımız da bizdə. Amma, bilirsiniz, onlar, yəni o vaxta qədər bizdə qəzetçilik olmayıb. Amma o illərə qədər də bizim yazarlarımız olur. Mən düşünürəm ki, biz həmişə deyirik ki, 1875-ci ildə mən düşünürəm ki, bizim mətbuatın yaşı daha çoxdur. Bir dəqiqə. Ola bilər ki, yazarlarımız o, amma Həsən o bəy Zərdabi daha cəsarətli olur. toplum şəkildə xalqa çatdırmaq, Cəsarət Bu olur. cəsarətli olur. Onu demək istəyir ki, toplum şəkildə cəmiyyətə, xalqa çatdırmaq bu Həsən bəy Zərdabinin atdığı addımdır. yəni o dövrdə bunu etmək, eləmək, kimisi kimi deyildi o zamanlar. Kim istəyir qəzet çıxartsın, kim istəyir jurnal təqdim eləsin, kim istəyir nə bilim bir sayt açsın, ətrafına peşəkar, qeyri-peşəkar, dırnaq arası jurnalistləri toplasın və desin ki, Azərbaycan jurnalistikası bundan ibarətdir. Biz bugün elə ondan danışacağıq, jurnalistikaya təsadüf gələnlərdən, bugün bizi, sizi narahat edən o jurnalistikadan danışacağıq. Mövzumuz da budur. Firdovsi. Samir müəllim, mən də sizə təşəkkür edirəm. Qonaqlarımızı salamlayıram. Ekran başında əyləşib bizi izləyən Azərbaycan xalqını tamam salamlayıram və çox sağ olun ki, bugün ikinci dəfədir məni tam səmimi verilişinə dəvət etmişsiniz. Təşəkkür edirəm. Çox sağ olun. Baxın, tamaşaçılarımız, bəli, yazıb var. 88-72 SMS nömrəmizdir, bu Azərbaycan daxili SMS nömrəmizdir. Ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız 070 ilə 269-31-39 nömrəsinə yazsınlar, göndərsinlər. WhatsAppda varıq, SMS şəklində də göndərə bilərsiniz. Zəng vurmaq istəyənlər mobil operatorlardan 69-63-ə yığsınlar. Hörmətli tamaşaçılarımız birbaşa yığırsınız. Amma şəhər telefonlarından da nömrələrimiz aktivdir. 018-648-08-47 təşkilməzliyini qoruyur, saxlayır. 44-71 bizə yazır Samir bəy, Ordubaddan sizlərə salamlar var. Əvvəlcədən təşəkkürümüzü bildiririk. Yaşasın Azərbaycan jurnalistikası yazır. 0064 bizə yazır, göndərir. Mən Renat, Gürcüstanın Rustavi şəhərindən yazıram. Qonaqlarımızı salamlayıram. Hamıyı çox sevirik. Zəhmət olmasa bu SMS-mi hamıya oxuyun. Sizdən Çox sağ olun. Təşəkkür edirəm Gürcüstanın aldığı SMS-i. 41-43 bizə yazır, göndərir. Derik rayonunun Veli kəndindən yazır bizə. Bütün jurnalistlərimizi təbrik edirlər. 47-71 qonaqlarımıza öz salamlarını göndərir, amma yazmayıb hansı bölgədən yazır. Sonra Bərdə şəhərindən Nərmin də yazıb göndərən bizə, daimi tamaşaçımız yazıb, baxıram mən də sizə uğurlar hər birinizə. Bir SMS-imiz var. Salam qardaşım, evimizin yaraşıqlı işığı Samir bəy, qonaqlarımızı tək-tək salamlayıram. Ailəmizin sevdiyi İbrahim müəllimə var ol deyirik. Sabah anam, Mehribanın 56 yaşı tamam olur. Təbrik edirik İbrahim bəydən. Analarımız üçün bir ifa əgər mümkün olarsa, bu bizə Çəpər bölgəsi olan Tərtər rayonunun Borsunlu kəndindən günlarımızdan gələn SMS-dir. İnşallah İbrahim bugün analarımız üçün bir ifa təqdim edər. Dünya TV tamaşaçılarını, Samir bəy qonaqlarımızı salamlayırıq. Xüsusən İbrahim Qoruçalını çox sevirik. Bütün Astaradan jurnalistlərimizə uğurlar arzulayırıq. Zülfiyə Kərziyeva adlı izləyicimiz yazır, göndərir bu SMS-i.
78-77 yazır qonaqlarımızın hər birini ayrı-ayrılıqda salamlayırıq. Həm yerlimiz İbrahim Borçalıya salam. Hər zaman bizim evimizdə və ailəmizdə qonaq olur. Ondan gözəl bir parça istəyirik. İnşallah, Yekaterina inşallah. belə bir adı var. Yekaterina. Yekaterina. Hardan yazıldı? Rusiyadan mı? Gürcüstan'dan yazırlar. Çox maraqlıdır. Xüsusi salam göndərir. Jurnalistə bugün də qalmaq Şabrandan qalsa salam yoxdur bizə. Mən istəyirəm Şabrandan da olsun. Mənim doğulduğum, boya başa çatdığım Şabran rayonundan. Qoy Şabran. fəal Gəlir, olsunlar. gəlir. Bəli, İsmail'dən istəyirəm Mən esinliklər. Şabranlılarda, bizim Şabranda yaşayan, indi Samir bölgələrdə yaşayan bizim çox gözəl yazarlarımız var. Onlar indi mərkəzə gəlib çata bilmir də bəzən. Amma mən onlara bax buradan səslənirəm ki, əziz bizim bölgələrimizdə yaşayan jurnalistlərimiz, o iki qələmə sahib olan jurnalistlərimiz, mən buradan hər zaman səslənirəm, bizimlə əlaqə saxlayın. Biz ola bilər sizin, amma siz ki bizi tanıyırsınız, həm də bir əlaqə nömrəmiz var, 070-269-31-39. Zəng vurun, əlaqə saxlayın, qoy sizi bütün xalqımıza tanıdaq, xalqımız sizi görsün. Əlaqə saxlayın bizdən və deyir sizdən bir addım gələcəksə bizdən 5 addım gələcək. Buna da əmin olun. Bəzən biraz cəsarətsiz olurlar ki, ola bilər dəvət eləməliyik, sözümüz yerə düşər. Onlar efirdə olmadıqlarına görə bəzən deyir ki, onlar özlərində güc tapa bilmir də. Deyir elə ona görə iti qələmim olsun, yazım, mətbu orqanlarda çıxış edim, amma burada görsənməyə cəsarət tapmır. Mən Samir Şabranlılardan gözləyirəm. Gözləyirsən, Şabran əhli. Bütün Şabranda yaşayan bizim jurnal həmkarlarım var. Yox, SMS o qədər gəlir ki, Samir nə bilsin ki, hası Şabrandan gəlir. Hə, o qədər resim, indi qisməti Mənə oxuyacağım. görə orada qeyd edərlər ki, bu salam xüsusi olaraq Başdan Şabran. Şabran sözü yazsalar Samir görür. Deməli, 1082 nömrəsindən bir SMS-imiz var. Elməddin Lənkəranlı. Bizə Moskva şəhərindən yazır, göndərir Elməddin. O da bizə yazır, göndərir ki, Samir bəy, hər birinizi salamlayırıq. Bütün jurnalistlərimizi Peşə Bayramı münasibəti ilə təbrik edirik. Salamlar olsun hər birinizə. İbrahim bəydən bir ifa istəyirik. Elməddin ifanı təqdim edəcək və mən burada Moskvada yaşayan bütün soydaşlarımızı salamlayıram. 1082-dən bu SMS-imiz gəldi. Firdovsidən bir şeir dinləyək. Qurban. Daha sonra biz reklamlara ayrılarıq. Baxaq. Ürək hansını istəsə səsləndirsin. Bugün Samir müəllim elə mətbuat işçilərinin bayramı olduğuna görə istəyirəm ki, bir sevgi şeiri ilə Vahid müəllim, Vahid Əzizdən deyərdim. Payızın eyvana dəyir qədəmi, nəmli məhərcədən əlim sürüşür, dipçəkdən boylanan qızıl gül kimi səni gözlədiyim yadıma düşür. İndi xatirələr qalxır eyvana, soyuq varlığımı bürüyə bilmir, çiskindən, dumandan, qəmdən o yana sənli xatirələr yeriyə bilmir. Yerdən çox hündürdə keçdi illərim, qəlbinə həm uzaq, həm yaxın oldum, hələ də məhbusdur xatirələrim, mən sənin bir eyvan dustağın oldum. O qədər giley var bu qapılarda, hər elçi bir təzə yar gətirərdi. Bir çınar mən qədər dursaydı burada, bəlkə də həsrətdən bar gətirərdi. Payızın eyvana dəyir qədəmi, nəmli məhərcədən əlim sürüşür, dipçəkdən boylanan qızıl gül kimi səni gözlədiyim yadıma düşür. Çox sağ ol. Təşəkkür ederim. Çox sağ ol. Reklamların vaxtı zamanıdır. Mən sponsorumuzdan danışım. Nadir. Tək səbir kim getdi? Səbir deyildi. Deyirəm danışım, Nadir. Bir də gördüm bir tək səbir gəldi. Nadir yox idin dünənləri. Yerin görsənirdi. Haralardaydın? Verilişdən sonra danışarıq. Öz tamaşaçılarımız Likol'dən danışmaq istəyirəm, Nadirdən yox. Deməli, proqramımızın sponsoru Likol məhərrik yağlarıdır. Likol'un geniş və lüks yağları brendin yeni formulasıdır. Çoxlu sayda avtomobil firmalarında ilkin olaraq Likol yağlarından istifadə olunur. Bunlardan biri Almaniyanın ən qabaqcıl avtomobil firmasıdır ki, həmin avtomobillər Azərbaycan avtomobillərinin əksəriyyətini təşkil edir.
Likolin Genis və Lüks yağları avtomobilinizin 15.000 kilometr yol qət etməsinə zəmanət verir. Likolin Genis və Lüks yağlarından istifadə edin ki, avtomobilinizin mühərrikləri uzun ömürlü olsun. Bu arada bu yağların istehsal və satış mərkəzlərinin əksəriyyətini Avropa ölkələri təşkil etdiyini də hörmətli sürücülərimiz bilsinlər. Bu yağları artıq bugün Azərbaycanımızın bütün regionlarında yağ dəyişmə məntəqələrindən, o cümlədən avtomobil ehtiyat hissələri mağazalarından xəbər ala bilərsiniz. Qiymətləri münasib, keyfiyyəti çox yüksək, Likol mühərrik yağlarına təşəkkürlər. Təşkilatçımızdan da danışaq sizə. Təşkilatçımız azmart.az mağazasıdır. İstədiyiniz növ mebelləri topdan və pərakəndə azmart.azdan sifariş verə bilərsiniz. Çatdırılma pulsuz, quraşdırılma pulsuz, siz heç yerdə görmədiyiniz, sizi şok edə biləcək qiymətləri də azmart.azda görəcəksiniz. Artıq yataq, qonaq dəstləri 700 manat olubdur. Bu arada cehizli kampaniyada start verir. Azmart.azda. Daha yaxşı olar ki, hörmətli tamaşaçılarımız, belə deyək ki, Instagramda azmart.az yazsınlar. Daxil olub həm qiymətlərlə, həm də mebellərin çeşidləri ilə daha yaxından tanış olsunlar. Ünvan və telefon nömrəsini də aşağıda sizə təqdim edir əməkdaşlarımız. Sadəcə bir ünvanı söyləyəcəm. Sədərək Ticarət Mərkəzində yerləşirlər. Şirniyyat deyilən orada bir yer var. Əsas bazaları elə məhz o Şirniyyatdadır. Çox qısa bir reklam aramız var. Reklamlardan sonra İbrahim Borçalının ifası ilə dönəcəyik. Doğma kanaldan ayrılmayın. Uzun sürən yükləmələr, yüksək temperatur. Bunlar bizim üçün qorxulu deyil. Müasir texnologiya ilə hazırlanmış Lukoil mühərrik yağları. Yeni model avtomobillərinizdə yeni Formula Lux və Genesis yağlarından istifadə edin. Yüksək keyfiyyət və 15.000 kilometrədək zəmanət. Mühərriklərinizi bizə etibar edin. Bizim adımız sizin qarantınızdır. Lukoil mühərrik yağları. Hərəkətin yeni formulası. Sumqayıt şəhərində Heydər Əliyev Parkının yanında hər səhər dənizə oynayacağınız Kristal Abşeronun Sahil Park yaşayış kompleksində evinizdən çıxmaq istəməyəcəksiniz. Sakinlər üçün ayrıca parking və iaşə obyektləri, möhtəşəm istirahət zonası ilə hər şey əlinizin altındadır. İndi Türkiyə istehsalı mebellərlə, üstəlik Almaniya, İtaliya və İspaniya istehsalı materiallarla tam təmirli bənzilləri ilkin ödənişsiz 20 ilədək manatla ipoteka ilə əldə edin. Ətraflı məlumat üçün 050 484 0008 018 64 2 02 00 Kristal Abşeron, xəyallarınızı inşa edirik. Seni gördüm vuruldum, ilk andan aşıkın oldum. Aşıkinem bak mənə, bir dənəm sen bir dənəm. Dünya gezip dolaştım, sen pek güzel görmedim. Seni yüreğim sandım, bir dənəm sen bir dənəm. Kavuşabilmedik, qismətmiş belə söylədik. Amma heç mən onu da bilmirəm, bir dənəm ay bir dənəm. Sevirdik, qovuşabilmədik, qismətmiş belə söylədik. Amma heç mən onu da bilmirəm, bir dənəm ay bir dənəm. Bir dənəm ay bir dənəm.
ürəyimi açıb görsən, onda sən yaxşı bilərsən. Orada sən ancaq sən, bir dənəm sən, bir dənəm. Dünya gəzib dolaşdım, sən tək gözəl görmədim. Səni ürəyim sandım, bir dənəm sən, bir dənəm. Sevirdik, qovuşa bilmədik, qismətmiş elə söylədik. Amma heç mən onu da bilmirəm, bir dənəm ay, bir dənəm. Sevirdik, qovuşa bilmədik, qismətmiş belə söylədik. Amma heç mən onu da bilmirəm, bir dənəm ay, bir dənəm. Bir dənəm ay, bir dənəm. Sevirdik, qovuşa bilmədik, qismətmiş belə söylədik. Amma heç mən onu da bilmirəm, bir dənəm ay, bir dənəm. Teşekkürler, teşekkürler İbo, teşekkürler. Dostumun şıltaq qızı var, Bahar xanım. Elə dedi, bir dənəm oxu, dedim oxudum ona. Hamımıza da salam göndərək Bahar. Çox Bize pozitiv Allah qızdır. saklasın onu. Bir də ki, o olan ana ailəsi istədi, onu birazdan oxuyacaq. Tamam, analarımız üçün də ifa olacaq. Tamaşaçılarımız, belə deyirik, Instagram səhifəmizdə var, Facebook səhifəmizdə var. Zəhmət olmazsa təqdim edək tamaşaçılarımıza qurban. Təqdim edək, tamaşaçılarımız bizə Instagramdan, Facebookdan yazsınlar. Bəli, operativ qurbana həqiqətən buradan uğurlar. Bütün nə işlə məşğul olmaq istəyirsə qurbana doğrudan uğurlar arzulayıram. Mənim bir təbrikim var. Elə insanlar var ki, onların haqqı üzərimizdə olur. Həm də elə haqlar olur ki, biz onları bəlkə bir ömür boyunca qaytara bilmərik. Belə insanlardan biri İsmail bəydir. Mən buradan salamlayıram İsmail bəyi. Düzdür, bizim ölkənin vətəndaşı deyil, xarici ölkə vətəndaşıdır. Bugün bizim evimizdə, ailəmizdə qonaqdır. Amma hal-hazırda onun həyat yoldaşı, gözəl qəlbə, gözəl ürəyə sahib Fatimə xanım bizi izləyir. Çünki evlərində Əli balamızın doğum günlərini qeyd edirlər. Mən Əli balamıza buradan həyatda nə gözəlliklər varsa onu arzulayıram. Elə qardaşı Mehdinin adından, bacısı Məryəmin adından. Onların üçünü də çox istəyirəm, amma Əli mənin lap çox istədiyinə görə. Çünki bu ailə ilə Vəfa xanım, biz Əlinin sayəsində, bu ailə ilə Əlinin sayəsində tanış olmuşuq və Əliyə təşəkkür edirəm bu tanışlıq üçün. Təbrik edirəm, doğum günü mübarək olsun Əli balamızın. Uğurları bol olsun, bir daha təbriklər. Və əziz tamaşaçılarımız, siz də bizə yazıb göndərmək istəyirsinizsə 88-72 aktivliyini qoruyur, saxlayır. Aha, bir SMS-imiz Tohid bəydəndir. O da Tehrandan bizi izləyir. Qonaqlarımıza salamlar, necəsiniz? Samir bəy Tohid bəydən, yəni Tehrandan bizə yazır. Qonaqlarımıza salamlar. Mən də buradan Tohidə də təşəkkür edirəm. Bizi izlədiyi üçün, bizə yazdığı üçün. Vəfa xanım, bugün Azərbaycan jurnalistikasına, o dırnaqarası jurnalistlərimizin gəlişi sizi bir peşəkar kimi necə narahat edirmi? Demək Samir müəllim, bugün Azərbaycan mətbuatında təbii ki, qeyri-peşəkarlar çoxdur. Hətta qeyri-peşəkar dedikdə heç bir ali təhsili olmayan insanlar var ki, bunlar bu sahəyə gəlirlər və ən çox da qəzet sahəsində. Biz bir dəfə Şirvan şəhərindəydik, yəni mən onda Azərbaycan Dövlət Televiziyasında çalışırdım. Bizim o vaxtı indiki Sədaqət Qəhrəmanova icra başçısıydı. Bizə sual verdi ki, bəs sizlə bərabər burada bir-iki media işçiləri var, mən qəzetin adını hallandırmayacağım. Və bunlar 5 gündür bu rayondadılar. Biz dedik ki, biz bugün çəkilişimizi edək və geriyə dönək. Gidib, bəs bunlar 5 gündür Şirvan şəhərindədir, kənd bə kənd.
küçə bə küçə gəzirlər, nə bilim, hətta traktoristdən belə müsahibə, yəni o iyi bir şey deyil, amma yəni öz sahəsinə görə olur, yəni qəzetin adına görə onların müsahibə aldıqları insanlar, yəni mümkün deyil ki, bunlar bir həmin o qəzetdə bunların müsahibəsi nəşr olunsun. Yəni məqsədləri tamamilə fəxridir və biz oradan təsir şöbəsinə çəkiliş edərkən, oradan getdik təsir şöbəsinə, çəkiliş edərkən dedilər ki, yolda çöldə oturan sizin həmkarlarınızdır və mən dedim ki, bəs onlar niyə çöldə otururlar, dəvət edin içəri və bunları biz danışdırarkən bəlli oldu ki, bu xanımın yanındakı bəy də o jurnalistdir və bu xanım qeyri-peşəkardır, bu hansısa kafedə qab yurmuş. Bunlar tanış olublar və bu xanımın biraz görüntüsü gözəl olduğu üçün bunu böyrünə salıb və küçə və küçə, kənd və kənd gəzirlər və bunlar jurnalistika adına bir ləkə gətirir. Əgər Həsən bəy Zərdabi, Allah ona qəni-qəni rəhmət eləsin, bilsəydi ki, Azərbaycan mətbuatına belə insanlar gəlir və belə insanlar jurnalistika adına ləkə gətirəcək, İnanın ki, bəlkə də bu mətbuatın təməlini qoymazdı. Bu günlərim Azərbaycan mətbuatına bəli dəyərli bizim jurnalistlərimiz və canlı bizim Əjdaha Dəmşir Məmməd müəllim var ki, Azərbaycan jurnalistikasının nə bilim öz sözünü demiş insanlar var. Hamımızın da müəllimidir. Hamımızın müəllimidir. Buradan onu salamlayırıq, can sağlığı arzuluyoruz. Mən sizə qeyd edirəm ki, biz Ağdamlanıq, bilirsiniz, məcburi köçkünü. O vaxtı məlum hadisələrlə bağlı biz Bakı şəhərində məskunlaşanda ulu öndərimiz məcburi köçkünlər işlə təmin olunması ilə bağlı bir göstəriş vermişdi və o zaman mən də Azərbaycan Dövlət Televiziyasında işlə təmin olundum. Allah qəni-qəni rəhmət eləsin Babək müəllimə. Babək müəllim televiziyanın sədri idi və o vaxt yer olmadığı üçün mən orada kinooperator asistenti işə götürdüm. Kinooperator vəzifəsi, yəni asistenti kimi fəaliyyətə başladım və mən oradan da özümün yolumu tutdum, mövqeyimi tutdum. Amma mən jurnalistikaya çox körpə olarkən hər zaman deyirdim ki, mən jurnalist olacağım. Ağdamların bilirsiniz, gözəl yazar qələmləri var və bu da kökdən, geyindən gəlir. Mənim atam partiya məktəbi qurtarmışdı, çox böyük ziyaqlıdır və çox gözəl qələm sahibi idi. Bu ənənəni siz davam elətdirdiniz. Belə başa düşdüm ki, ürəyiniz doludur bu barədə. Doludur, çünki bizim bayramımız olduğuna görə bizə bugün fürsət verildiyi üçün biz istəyirik ki, bütün o illərlə qalaqlanmış belə deyə bilmədiyimiz sözlər bugün tam səmimi hər şey, tam səmimi olaraq, tam səmimi verilişində çatdırır. Narahat olmayın. Yəni ki, cəmaat bir 8-10 il qabaq biraz o şeylərə aldanılırdı. İndi bilir ki, kim kimdir, kimə intervyu vermək lazımdır, kimin qazetinə getmək lazımdır. O biraz insanların, nə bilim, bu internet satacaq çıxırdı, biraz saf vaxtı idi. Amma indi bilir, necə bu televiziyalar çıxandan müğənni sahəsində yoxdurmu? Çox üzrəyəm, bir tamaşaçımız telefon xəttinə bizi gözləyir, gözlətməyək, onu qəbul edək, sonra danışaq. Alo. 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 Bəli, hər vaxtınız xeyir olsun. Alo. Bəli, eşidirik sizi. Salam. Salam. Sizi Salyandan Yasemin müəllimə narahat eləyir. Hardan? Salyandan. Salyandan, buyurun. Salyandan. Sizi bugün əvvəla Samir müəllim, bütün media işçilərini təbrik edirəm. Çox sağ olun, təşəkkür ederim. Bütün media işçilərinə can sağlığı arzulayıram. Nə yaxşı ki var bu media işçiləri və bütün Azərbaycan xalqını bu münasibətə təbrik edirəm. Qonaqlarınızı salamlayıram Samir müəllim. Mən sizin verilişə çox böyük hörmətim var. Hər gün sizi izləyirəm. Təşəkkür edirəm, çox sağ olun. Və istəyərdim ki, mənim bugün bir əzizim, yaxınımın övladı, gözünün ağı qarası bir nəvəsi var, vəzifə bacımın. Nərgiz balasının 10 yaşı tamam olur. Onu təbrik eləmək istəyirəm. Həm də bugün mətbuat günündə onun anadan doğum günüdür. İbrahim müəllimdən xahiş eləyərdim, İbrahim Bortalıdan ki, gözəl bir musiqinin həm media işlərini, həm də Nərgiz balamızı təbrik eləsin. Tamam, onun şərəfinə bir alqışlar istəyirik, təbrik edirik o gözəl balamızı. Yasemin xanım, təşəkkür edirik sizə, Səlyandan zəng vurmuşdu. Siz də zəng vurmaq istəyirsinizsə 018 648 0847 və bu həmkarlarımın hamısını təbrik etdim. Gəlib buradan baxanda elə biləm ki, onlar eşitmədilər məni. Bizim operatorlarımızın atası
Yəni baş operatorumuzda, operatorlarımızın əlləri onun ətəyindədir. Kamil müəllim də buradan salamlayıram və təbrik edirəm. Aha, zənglər o qədər çoxdur ki, burada danışırlar, deyirəm, Allah, tamaşaçılarımız hamısı sizə salamlar çatdırırlar. Sara xanım, bax, o cür rekord jurnalistlər ki var, o dırnaq arası jurnalistlərdə, bax, onları görəndə, tutaq ki, siz də hansısa bir bölgəmizə ezam olunmuşsunuz və gedib orada o qeyri-peşəkar, bayaq dediniz, qab yuyan, nə bilim, başqa, biz demirik burada qab yumaq çox pis, onlar öz zəhmətləri ilə çörək qazanlar, amma qab yuyanın gedib Azərbaycan jurnalistikasında təmsil etməsi bu çox böyük təhqirdir və bir cinayətdir. Vaxt zaman gələcək, o cür jurnalistlərin hamısı inşallah ki, aradan qaldırılacaq və təmizlənəcək. Çünki peşəsinə hörmət, şəxsən mən peşəmə hörmət eləyirəm. Hansısa bir qeyri-peşənin sahibi, məsələn, bu peşəyə, bu işə adiyyatı olmayan bir insanı yanımda görəndə, ondan bir eyni məclisdə olan, deyəndə ki, filan kəs də aktyordur. Amma bilirəm ki, bu adam aktyor deyil. Bu adam İncəsənət Universitetinin məzunu deyil. Bu adam tamam başqa bir, nə bilim, tamam başqa bir işin adamıdır. Xətrinə dəyir. Deyirəm, bəs mən bu 5 il, 10 il, 9 il niyə oxumuşam, niyə təhsil almışam? Tutaq ki, mən bir veriliş etmək istəyirəm də, artıq bunu bütövlükdə skeletin qururam, qurandan sonra hazırlayıram bunu və hansısa bir regiona, hansısa bir rayona getməliyəm, ora telefon açıram. Artıq mənim məqsədim var. Bu verilişin içərisində nələr olacaq? Bu filmin içərisində nələr olacaq? Mən danışdığım o birisi tərəfə məqsədimi deyirəm. Artıq mənim üçün burada pul önəmli deyil. Burada mənim yaradıcılığım. Yəni o peşəkarlar birinci yaradıcılığı önə çəkir. Sonra onlar üçün pul, maddiyyat önəmli. İkinci dərəcəlidir. Onsuz da biz jurnalistlər varlı olmamışıq. Bəli. Nə aşağı səviyyədə yaşamamışıq, nə yuxarı. Orta. Heç deyərdim ki, ortadan aşağı arasında olmuşuq da. Çünki bizim üçün İlk öncə yaradıcılıqdır. Yaradıcılıq. Bax, görürsünüz, sizin tam səmimi veriliş öz evladınızdır. Bax, bir saat əvvəl gəlirsiniz, studiyanı qurursunuz. Hər birindən fərqli şəkildə, bax, səs belə olsun, musiqi belə olsun, işıq belə. O qeyri-peşəkar gələndə deyir, ancaq mən özüm görsənim. Var televiziyalarda belə ki, məsəl üçün, bax, operatorlarda bir dəqiqə qalır, verilişə gəlirlər, çünki xəbərləri yoxdur axı. Partiyada danışır ki, sualı verir, cavabını da özü verir. Yox, İbo, bilirsən neynirlər? Məsələn, gəlirlər, mən baxmışam da, elə öz televiziyamızda da, başqa televiziyada gəlirlər. Məsələn, onlar texniki tərəflərdən xəbərsizlər axı. Çoxu məni göstər. Ancaq məni görsət, mən efirdə görsənim elə bilirlər. Tək mən deyirəm, amma peşəkarlar biriniz gəlib səslə maraqlanırlar, kadrlarla maraqlanırlar, fərdi söhbət edirlər. Hamısı olandan sonra deyir, 5-ci şəkildə məni görsət. Əsas hər şey gözəl olsun. Kim olduğunu dönər araşdırır. Bir izləyicimiz Bakı şəhər Lökbatan qəsəbəsindən telefon, Qaradağ rayonunun Lökbatan qəsəbəsindən zəng vurub. Alo. 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 Bəli, eşidirik sizi xanım. Alo. Bəli, buyurun, eşidirik. Salam. Salam. Salamlayıram hamınızı, qonaqlarınızı da. Təbrik edirəm peşə bayramınızı. Daim Azərbaycan jurnalistlərinin səsi dünyada uca yerlərdən gəlsin. Teşekkür ederim. Allah sizə həmişə var eləsin. Çox sağ olun. Kimdən danışırdıq xanım? İcazə versəydiniz. Adım Bəsirədir. Aha, lap gözəl. Buyurun. İcazə versəydiniz, mənim bir təbrikim var idi. Can, buyur, təbrik elə. Mənim oğlum İnsali Hərbi Xidmətdə, üzr istəyirəm hamınızdan, xidmət edir. Ayın 24-ü onun ad günüdür. Onu təbrik eləmək istəyirəm. Onun simasında bütün əskərlərimizi, bütün zabitlərimizi Allah canlarını sağ eləsin. O gün olsun ki, torpaqlarımızda alınsın, siz də peşə bayramınızı orada təbrik edərsiniz. Teşekkür edirik, çox sağ olun sizə. Orada qeyd edəsiniz, saldatlarımız, əskərlərimizə. Çox sağ olun. Zəhmət olmazsa İbrahim Borçalı'dan bir gözəl mahnı istərdim oğlum üçün. Mənim gözlərimizdə, gözəl anamız, təşəkkür edirik sizə. Bütün hərbiçilərimizi, hərbi yazarlarımız var nə qədər, hərbi jurnalistlərimiz var, peşəkarlardan söhbət gedir. Onların, mən qeyri-peşəkar özünə jurnalist deyənləri təbrik eləmirəm. Peşəkar jurnalistlərimizi biz bugün burada təbrik edirik və İbo, bax, fikir verin Sara xanım, məsələn, tək jurnalistikada deyil ha bu. Bütün sahələrdə
təsadüfi insanlar çoxdur. Məsələn, gedirik toya, müğənnidir, müğənniliyi bərbaddır. Müğənniliyi bərbaddır. Hansısa bir şadlıq sarayında. Yarı aparıcılıq eləyir. Deməli, təsəvvür edin, əlində əlac olsa, bir dənə nə bilim ona, desələr ki, tutaq ki, 10 manat pul artıq veririk, inan ki, o rəqqasənin paltarını geyinər, əlində aş da verər. Desələr ki, valla, desələr ki, bir 20 manat da sənin puluva artırırıq, gedər klonların paltarını geyinər, gələr orada klonluq deyiləyər. Çünki işinin peşəkarı deyil də, kim nə istəsə, biraz müğənnilik eləyir, biraz aparıcılıq eləyir. Müğənniliyi bərbad, aparıcılığı ondan bərbad. Yəni, ona qadın paltarı geyindirsən, desən ki, üzvü bağla bir aşı da apar özün vergə, maaşığın üstünə bir 10 manat da yazacam. Ona deyəcək ki, hə, buyurun. Çünki sənəti yoxdur, sənətinə hörmət eləmir. Samir, dünən bir tədbirdəydik, orada bizim media işçilərini, əməkdaşları, həmkarlarımızı dəvət etmişdilər, təqdimat idi. Bir aparıcı var idi orada, doğrudan da bərbad idi, oğlan. Xeyla Vəfa xanım yaşı var idi, 50-yə yaxın. Nurlan Əzbəylini dəvət ediblər. Birinci aparıcı, jurnalist, bütün o etika qaydalar var ha. Onlara riayət eləməlidir. Bizim televiziyamızın mətbəxi var. O mətbəxi qonaq bilməməlidir. Burada özünü öldürsən də 3 nəfər, 2 nəfər dal. Heç vaxt kameramanlardır, rejissordur, kimdir? Bunların sizlə olan o münasibətlər var ha. Burada siz vuruşa bilərsiniz. Məsəl üçün, onu qonaq bilməməlidir. Qonaq televiziya icra hissi ilə yanaşır. Olur da verilişə getmişsiniz, aparıcı qışqıra-qışqıra danışır. Təhqirlə danışır. Görmüşəm ki, qonağın münasibəti o televiziya 90 dərəcə dəyişib. Dünən orada tədbirdəyik, indi danışır. Nurlan, indi gözəl müğənnim Nurlan Əzbəyliyə söz verək. Nurlan müəllim, mən balaca uşaq idim, məktəbdə oxuyurdum. Sizi dinləyirdim. Hamı bir-birinə baxır. Nurlan 58 yaşı var. Sonra bizim bir Afət xanım var. Bizim jurnalist xanım. Deyir ki, onu dəvət edir, deyir, Afət xanımın deyir, mən balaca məktəbli idim, onun yazılarını bilirsiniz necə oxuyur. Xəbəri yoxdur ha. Yekə kişidir. Bəlkə də Afət xanımın atası ilə yaşıqdır. Etika söhbəti var burada ki, aparıcı olaraq qonağa təqdim etdiyin insana o münasibətdə inci olmalısan, nəzakətli olmalısan. Sarı xanım, bəlkə bilmir, onu oturtsan, soruşsan ki, Nurlan Əzbəylinin yaradıcılığından az-maz biraz danış. Afət xanımın yaradıcılığından o tamamilə xəbərsizdir. Çünki bu peşənin insanı deyil. Bizim də aramızda müəyyən instinkt olur. Burada bir-birimizin xətrinə də dəyirik. Ola bilər ki, operatorlarımızla mənim aramda, rejissorlarla mənim aramda, amma biz onları verilişdən sonra danışarıq, verilişdən sonra filan şey eləyərik. Mən heç vaxt, əvvəla o birbaşa təsir edir onların ovqatına. Veriliş gedə-gedə sən operatorla dava-şava yarat və yaxud efir rejissoru ilə dava-şava yarat. Bir də görürsən ki, hər birimiz, onlar da yaradıcı insandırlar. Fikirləri qalır o söz-söhbət, o veriliş onsuz da getdi öz işində alınca. Siz bilirsiniz ki, mən Nurani xanımla bu sabah verilişində işləyirəm də. Demək, Nurani xanım səhər tezdən durur, gəlir. Qonaqları dəvət etmişəm də. Bir gecədən, səhər dururam, saat 7-də bir onlara zəng vururam. Bax, xahiş edirəm, Nurani xanıma heç nə deməyir. Nə sözünüz var mənə deyin də. Bilirsiniz, o canlı efirə gəlir. Gəlir, tezdən durur, Bakıdan gəlir Sumqayıdan. 2 saat canlı efir. Mən onların hər birindən, çünki mən canlı efirdə deyiləm. Mən elə şəraitdəyim ki, mən onların dediklərini qəbul edə bilərəm də. Yəni, o içərimdə olan hissi, qəzəbi, nə bilim, nələri cılovlar. Bu canlı efirdədir. Bir də görürsünüz ki, Nurani xanıma zəng vurub nəsə deyirlər, o da hissənir. Bilirəm axı, sonra nəticəsin. Həmişə deyirəm qonaqlara ki, biz aparıcılara xüsusi sayğıyla yanaşmalıyıq. Xüsusi hörmətlə yanaşmalıyıq. İndi tutaq, yəni bu bizim borcumuzdur hər birimizi. Sən də başqa bir həmkarına elə o sayğıyla yanaşmalısan. Bəli, Sara xanım, SMS-lər də o qədərdir. Zənglərimiz də çıxdı, amma Firdovs'dan yeni bir şeir dinləyək. Ondan sonra İBBA-dan bir ifamız olacaq, sonra reklamlara keçid alacaq. Samir müəllim, mən ötən verilişdə də olanda çox zənglər oldu, ana haqqında şeir istədilər və indi də hal-hazırda bizi Respublikamızın bölgələrindən, Cəlilabad rayonundan, Cəlar kəndindən Yasər qardaşımız bizi izləyir və xahiş edib ki, bir neçə nəfər də dostumuz efirdə olanda analar haqqında bir şeir deməyimi istəyirlər. Buyur, işidək səni.
mümkün olsaydı indi deyəcəm. Bəli, buyur, eşidək. Mən Samir müəllim, Şahmar müəllim Əkbərzadədən deyəcəm. Şahmar müəllim özü də çox cavan dünyasını dəyişib, Allah ona rəhmət eləsin, amma hər zaman Şahmar müəllim hansı bir ölkəyə, hansı bir şəhərə gedəndə anası üçün 48 ölçülü paltar arıb gətirərdi. Amma bir gün ki, eşidəndə anası dünyasını dəyişib, o üst tutur Ağdamın Çəmənli kəndində yaşayırlar. Düz, yəni qapının ağzından dizləri üstə gedir, anasının cənazəsini qucaqlayır. Orada o yazdığı 48 ölçülü qadın paltarı, o şeiri demək istəyirəm. Başqa eşitmişik, görək sən necə söyləyəcəksən. Geyimlər görəndə ana hər dönəm, 48 ölçüdə qalar gözlərim. Cibim pullarımın qəbrinə dönər, titriyər dizlərim, dolar gözlərim. 48 ölçülü paltar geyərdin, kəsər şaxta məni, döyər qar məni, 48 ölçüyə çevrilib dərdim, ana vitrindən boylanıb yandırar məni. İmkanım hər dəfə imkansızlaşar, baxar 48-lər arxanca dəst-dəst, hamısı əyninə gözəl yaraşar, niyə birini də alamıram bəs? Qalıb gözlərimdə murazım mənim, təsəllim bir şirin gümana qalıb, sevinmək qismətim ana qızım Zöhrənin ölçüsü 48 olana qalıb. Yaz başı qar yağar içini barıma, mən səni yaz başı itirdim ana, əyin başın üçün yığdıqlarıma səni son mənzilə ötürdüm ana, ana. O vaxtdan payım nə, töhfələrin nə, oğul yox, ürəyi daş olmuşam mən. Paltar əvəzinə sənin əyninə ana 48 ölçüdə daş almışam. 48 ölçüdə görsəm hər nəyi, nəbzim 48-ə enər an-ba-an, uçulub yerindən qalxar ürəyim, sürünər müqəddəs məzarınacan. 48 ölçülü qadın paltarı tüstümü təpəmdən qaldırar göyə, gələrəm üstündə bitən otları gözümün yaşı ilə əmizdirməyə. Geyimlər, keçimlər gəlməz eyninə, biganə olmusan, ana hər şeyə, vətən torpağını geyməyinə, çoxdan qovuşmusan, ölümsüzlüyə. Çox sağ olun. Sara can, ağlama, mən ürəyim. Ağlama Sara. Sən ağlasın, mən də ağlayarım. Bilirəm, Sara həyatına çox ağır itkilər olur. Çox ağır. Sən dağsan ki, həqiqətən də bu şeylərə dözürsən və həmişə sənin yanındayıq. Sən onu bil. Sən də bilirsən ki, mən də eyni hissləri yaşadım. Mən də bu dönəmdə Cəmölənlərimizə rəhmət başıma çox fəlakətlər gəldi. Mən də anamı vaxtsız ürəyimsən. itirmişəm, qardaşımı vaxtsız itirdim. Allah hər ikisinə rəhmət eləsin, nur içində yatsınlar, ağlama. Ağlama. Bəli, qısa reklam aramız var. Uzun sürən yükləmələr, yüksək temperatur. Bunlar bizim üçün qorxulu deyil. Müasir texnologiya ilə hazırlanmış Lukoil mühərrik yağları. Yeni model avtomobillərinizdə yeni Formula Lux və Genesis yağlarından istifadə edin. Yüksək keyfiyyət və 15.000 kilometrədək zəmanət. Mühərriklərinizi bizə etibar edin. Bizim adımız sizin qarantınızdır. Lukoil mühərrik yağları. Hərəkətin yeni formulası. Abşeron City yaşayış kompleksindən vazgeçilməz təklif. Xırdalan şəhərin əlverişli hissəsində yerləşən, rahat və etibarlı yaşayışın bütün tələblərinə cavab verən Abşeron City müasir yaşayış kompleksi. Abşeron City yaşayış kompleksində mənzilləri uzun müddətli kredit şərtləri ilə əldə edə bilərsiniz.
Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240, Heydər Parkı ilə üzbəüz. Əlaqə telefonu 050 226 0809. Abşeron City, müasir yaşayış kompleksi. Komfortun və etibarın müasir həlli. Sumqayıt şəhərində Heydər Əliyev Parkının yanında hər səhər dənizə oynayacağınız Kristal Abşeronun Sahil Park yaşayış kompleksində evinizdən çıxmaq istəməyəcəksiniz. Sakinlər üçün ayrıca parking və iaşə obyektləri, möhtəşəm istirahət zonası ilə hər şey əlinizin altındadır. İndi Türkiyə istehsalı mebellərlə, üstəlik Almaniya, İtaliya və İspaniya istehsalı materiallarla tam təmirli bənzilləri ilkin ödənişsiz 20 ilədək manatla ipoteka ilə əldə edin. Ətraflı məlumat üçün 050 484 0008 018 64 2 02 00. Kristal Abşeron, xəyallarınızı inşa edirik. Anasız koymasın heç kəsi, unuda bilmirəm o səsi. Hanı anamın o laylası, Allaha yalvaraq heç kəsi, anasız koymasın heç kəsi, unuda bilmirəm o səsi. Hanı anamın o laylası. Layla de, ana mənə layla de, yenə mənə layla de. Hardasan anam, anam anam, layla de, ana mənə layla de, yenə mənə layla de. Hardasan anam. Qaytara biləydim, anamın əlindən öpəydim, ağlaya ağlaya deyəydim, yenə də sən mənə layla de. Bir anlıq qaytara biləydim, anamın əlindən öpəydim, ağlaya ağlaya deyəydim, yenə də sən mənə layla de. Layla de, ana mənə layla de, yenə mənə layla de. Hardasan anam, anam anam, layla de, ana mənə layla de, yenə mənə layla de. Hardasan anam, layla de, ana mənə layla de, yenə mənə layla de. Hardasan anam, anam anam, layla de, ana mənə
Yenə mənə layla de. Hardasan anam, 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 layla de. Ana mənə layla de. Yenə mənə layla de. Hardasan. Teşekkür İbo, teşekkür. Allah keçənlərimizə rəhmət eləsin. Qalanlara can sağlığı, analar. Sara çox gənc itimisən ana və? Yox, anamdan çox mən, anamın 63 yaşı var idi. Nə yaşda ki? Qardaşımdan sonra, elə bir anamdan sonra da qardaşım bir ildir dünyasını dəyişib. Bilirdim ki, bu dünya durduqca qardaşım yaşayacaq. Hamımız dünyamızı dəyişəcək, amma qardaşım yaşayacaq. Amma qardaşım aldatdı bizi. Çıxdı, getdi. Neçə yaşında Sara? 47 yaşında. 47? Hamımızı aldatdı, çıxdı, getdi. Allah rəhmət eləsin. Cəm ölənlərə. Cəm ölənlərə. Böyle hamısınlar içinde yatsınlar. Sara xanıma belə baxanda adama elə gəlir ki, Sara xanım belə deyək də, bu xanımın dərdi yoxdur. Yəni biz ta əvvəllərdən belə bilirdik. Amma bu yaxınlarda mən eşitdim, dəhşətə gəldim ki, düzdür, hər kəs bu dünyadan köçüb gedəcək, heç kim bu dünyanı əbədə əzəl tutmayacaq. Yəni qabaqlar deyirdik ki, ölüm qaşla gözün arasındadır, amma indi bir kipriyin arasındadır. Yəni çox uzan bir məsafədir. İnsanlığa girəndə deyirsən ki, axırımız bura. Axırımızı bura. O qapını çıxanda unudursan. Belə o çox belə təcrübəli. Sara xanım, həm də eşidəndə ki, öz qardaşını da, anasını da öz əlləri ilə yuyub, çəkib telefonunda saxlayıb. Çox pis oldum həqiqətən ki, az qala alam o telefonu ki, Sara bəy, sən niyə belə iş eləmirsən? O an insanı heç vaxt yadından çıxmaz. Nur içində yatsınlar Sara. Amin. 7300 nömrəsindən yazırlar bizə. Hər vaxtınız xeyirli olsun. Bütün jurnalistləri təbrik edirəm. Cəmil müəllimdir sizdən danışan, daha doğrusu sizə yazan. Bugünkü gün sənətdən çox kənar olan sənəti kar jurnalistlərimiz də var. Razıyam, sənəti kar. Görünə maraqlı sözdür. Allah sizi də, bizi də o sənətikar jurnalistlərimizdən bizi qorusun. Cəmil müəllim, təşəkkür edirik bu titulu onlara verdiyiniz üçün. 8136 nömrəsindən yazırlar. Samir bəy, qonaqlarımızı salamlayırıq. Yekaterinburg şəhərindən yazırıq. Çoxlu salamlar var hər birinizə. Xahiş edirik, SMS-imizi oxuyun. Güllü yazır bizə, göndərir. Yekaterinburgdan sonra 74-22 yazır. Salam, hər bir qonaqlarınıza salamlar. Bunu Azadə Əskərova yazır, göndərir bizə. İbrahimi çox istəyirəm, ondan bir ifa təqdim edin. Bu da Yekaterinburg şəhərindən idi. 75-46 yazır, qonaqlarımızın hər birinə salamlar, təbrik edirik sizi. Firdovsi müəllimə çoxlu salamlar. Aysiman, Allah yar. Bax, bizə yazırlar bu SMS-i. Cəllabad rayonun Edişə kəndindən 0764. 3979 bizə yazır. Hardan yazırlar bizə? Qonaqlarımıza salamlar. Təbrik edirik sizi. Rusiyadan yazırlar, amma bilə bilmədik hansı şəhərdən. 8354 yenə Rusiyadan bizə yazır, göndərir. Samir bəy, sizi salamlayırıq, qonaqlarımızı salamlayıram. Bugün münasibəti ilə sizləri təbrik edirəm. Bizim ailə üçün siz çox dəyərli insansınız. Təşəkkür edirəm. Ananızı, Sara xanımı ağlayan gördük, çox pis olduq. Allah analarımıza can sağlığı versin. Ölənlərə rəhmət diləyirəm. Allah sizə can sağlığı versin. Dünya durduqca durasınız. Sara xanım ağlamayın. Belə bir SMS yazırlar Rusiyadan bizə. Voronejdən 1637 yazır, bizə göndərir. Nə yazır, baxaq. Onlar da bizi təbrik edirlər peşə bayramımız münasibəti ilə.
xanımın göz yaşlarına qurban olaraq ağlamasın deyirlər. Dayana bilmirik. Sara, xahiş edirəm, ağlama. Mən də çox pis olmam həqiqətən. Artıq səsim batdım. Çünki doğrudan mən səni belə görmək istəmirəm. İstəməmişə güləsən. Ee, 78-94 bizə yazır, göndərir. İndi İsmail rayonundan da zəngimiz var, onu qəbul edəcəyik. Stavropoldan yazıram, sizin qonaqlarınızın hər birini təbrik edirik. İbrahim bəy, uğurlar arzulayırıq. Jurnalistlərimizin peşə bayramlarını təbrik edirik. Mən də Gürcüstanın Qardabani rayonundanam, amma Stavropolda yaşayıram. Borçalımız üçün bir mahnı istəyirik İbrahimdən. Sara xanım, ağlamayın. Bax, hər kəs yazır. Sara, hamı narahatdır, çox xahiş edirəm, ağlama. Baxaq. Bir SMS-də oxuyum. Dağıstandan Kəmalə xanım bizə yazır, göndərir. Necəsiniz, qonaqlarınızı salamlayıram. Xüsusilə yerlim Sara xanımı salamlayıram. Bütün jurnalistləri təbrik edirəm. Qurban olaram Sara xanım, ağlamayın. İsmail'dan zəngimiz var. Alo. Alo, salam. Salam, hər vaxt Böyük salamlar, böyük təşəkkürlər sizin verilişinizə. Biz hər gün sizin verilişinizə baxırıq, ürək dolusuyla. Sizi birinci növbədə necə günün münasibətilə ürəkdən təbrik edirik. Çox sağ olun. Hamınızı, qonaqlarınızı da sizin icazənizlə Firdovsi müəllim ana şeirindeydi, hamını kövrəldi, Sarı xanım da kövrəldi, ekran qarşısında biz hamımız da kövrəldik. Biz özümüz də İsmail rayonuna zəng edirik, həmişə sizi izləyirik. Bugün biz Firdovsi İsmailini həmişə çox yaxşı tanıdığımıza görə biz bilirik ki, Firdovsi İsmailinin yeganə oğlunun bugün ad günüdür, Səməndər ağanın. Firdovsi müəllimi də təbrik edirik. Əgər siz icazə verirsinizsə, Azərbaycanın inci sözləri ilə təbrik edərdim Firdovsi müəllimi oğlunun ad gününü. Dünyaya gəldiyin uğurlu gündə hamını güldürüb ağlayırdın sən. Elə ol, dünyadan bir gün gedəndə hamını ağladıb özün güləsən. Mən Firdovsi müəllimə arzulayıram ki, Firdovsi müəllimin oğlu Səməndər ağa Azərbaycan xalqına böyük, layiq bir oğul kimi yetişsin. Azərbaycan xalqına layiq olan bir oğul böyüsün. Azərbaycan xalqımız onunla fəxr eləsin. Hamınıza təşəkkürlər. Çox sağ olun. Biz sizə təşəkkür edirik xanım. Çox sağ olun. Təşəkkür edirik biz sizə. SMS-lərimiz həddindən artıq çoxdur. Zənglərimiz də çoxdur. İndi mənə söyləyirlər. Və Sara, biləsən ki, hər kəs sənə görə bugün çox narahat oldu. Yəni bunu bil. Bax, mən indi eşidirəm nə qədər insanlar zəng vururlar. Bizim əməkdaşlarımızla danışırlar ki, narahat olmasın. Narahat olmasın. Demək ki, 7500 nömrəsinə yazılar. Samir bəy, sizi və qonaqlarınıza salamlayırıq. Çoxlu salamlarımız var. Ukraynadan sizin verilişinizi hər gün izləyirik. Bütün Azərbaycanlılara, Gürcüstanda yaşayan Azərbaycanlılarımıza salamlarımızı çatdırın. Unutmaq olar mı borçalımızı İbrahimdən səsləndirin, imkan varsa. Yenə İsmail'dan bir tamaşaçımız telefon xəttindədir. Baxaq, alo. Alo. Salam aleyküm. Aleyküm salam, kimdən danışırıq? İsmail'dan Qubaqəlli kəndindən, Ağdam rayon sarısını, Bakı təkim zəng edirsə. İsmail'da. Mənim sizi salamlayıram, bütün qonaqlarımızın hamısını. Təşəkkür edirik. Bayaq da mən zəng elədim, düşə bilmədim. İndi Allah'a şükür düşdüm. Bütün mətbuat biləni təbrik edirəm. Çox sağ olun, təşəkkür edirik. Firdovsi müəllimdən Musa Yazıqdan bir yaxşı şeir eşitmək istəyirdim. Tamam, nəzər alaraq təşəkkürümüzü bildiririk sizə. Çox sağ olun. Maşallah, peşə bayramımızı görün, nə qədər insanlar təbrik edirlər, var olasınız. Deməli, əməyimiz boşa getmir, bəli, xanım? Bəli. Güman edirəm ki, biz xalq üçün işləyirik. Bilirsiniz ki,
jurnalistika, mətbuat 4-cü hakimiyyət sayılır. Düzdür. Əgər 4-cü hakimiyyət doğrudan da bugün biz mətbuat işçiləri, istər televiziya, istər radio, istər yazarlarımız, istər köşə yazarlarımız bugün dövlət və dövlətçiliyimizə xidmət edərsə, bütün yazılarımızda dövlətimizin xeyrinə, bugünkü regionların inkişafına, nə bilim, təhsilimizə, səhiyyəmizə, mədəniyyətimizin yaxşı, demirəm ki, pislərə də göz yumaq, yox. Sadəcə olaraq biz elə bütün o xoş əməllərimizlə cənab prezidentimizin ətrafında birləşmiş olarıqsa, o zaman Azərbaycan mətbuatı... Bu bizim artıq nailiyyətimizdir. Nailiyyətimizdir, bəli. Bu günlərim təbii ki, baxarım, dövlətimizin bizə göstərdiyi diqqət və qayğıdır ki, ilk dəfə olaraq Azərbaycanda keçəni jurnalistlərə yeni, yəni öncə Azərbaycan Dövlət Televiziyasının işçilərinə verilmişdi yeni yasamalda və yenə bayılda jurnalistlərimizə evlərini verildi, adlar verildi, müxtəlif hədiyyələr təqdim olundu və bax bu Azərbaycan jurnalistinə dövlət tərəfindən olan diqqət və qayğıdır. Buna görə ölkə rəhbərimizə bütün jurnalistlər adına təşəkkürümüzü bildiririk. Allah can sağlığı versin. Cənab İlham Əliyevə. Dördüncü mətbuatdır. Mətbuatdır. Bəzən deyirlər ki, 4-cü hakimiyyətik, bəli. Televiziyalar necə fəal işləyir? Bəli. Bax, məsəl üçün. Demək, yenə zəngimiz var. Bir zəngimiz var. İndi danışarıq tamaşaçılarımızdan. İfanın vaxtı da Rostovdan Şəmkirli Rəhim Rəhman onlar sənə salamlayırlar. Salam deyirəm bütün Rostovda olan qardaşımıza. İncin Staropol'da Qardabanlı yerimiz qırmışdı. Hamısına... Tanıdın onları? Tanıdım, bəli. Mənim orada bir balaca kafem də var. Evvəlki orada da baxırlar, yığılıb hamısı. Salam deyirəm. Bizim əzizimizə deyən ki, onda lirika indi gəlsin də. Tamam, Amerika Birləşmiş Ştatlarından 4008 bizə yazır. Biz də salamlayırıq, təbrik edir bizi. Hansı mahnımız olacaq? Sənin üçün dağlar aşıb çaylar keçərdim. O isə Azərbaycanlıyam, istəyən sonunda oxuyam ki, xalqı birliyə çağırır. Tamam, olsun. İkidə qurban. İndi bir yeni lirikam var, dedim onu təqdim edək. Tamam. Əziz tamaşaçılarımız, İfanı təqdim edənə qədər mən də bir söyləyeyim. 88-72 durmadan, dayanmadan SMS-ləri yazın, göndərin. Və 69-63-ə hörmətli Azersil müştəriləri zəng vurun. İbo, buyur. Gözledim, yoluna baktım, ağladım, gözümün yaşına baktım. Sen atıp gidende ardınca baktım. Seni sevdiğime pişman değilim. Seni sevdiğime pişman değilim. Derdimi dağlara, taşlara böldüm. İçimde ağladım, içimde söndüm. Sevemem söyledim, inan ben öldüm. Sen sevdiğime pişman değilim. Senin için dağlar aşıp çaylar keçerdim. Senin için her bir derden qəmə dözərdim. Senin için bir bilseydim neler ederdim. Ama bilmedim qədrimi, bile bilmedim. Senin için dağlar aşıp çaylar keçerdim.
Senin için her bir derde Qəmə dözərdim. Senin için bir bilsəydim Nələr edərdim. Ama bilmədim qədrimi, bilə bilmədim. Yalvarıram sənə mən, məni unutma. Sonra peşman olsan, mənə qayıtma. Gözlərini dikib, gözümə baxma. Səni sevdiyimə peşman deyiləm. Səni sevdiyimə peşman deyiləm. Derdimi dağlara, taşlara böldüm. İçimde ağladım, içimde söndüm. Sevemem söyledim, inan ben öldüm. Seni sevdiğime pişman değilim. Senin için dağlar aşıp çaylar keçerdim. Senin için her bir derde Qəmə dözərdim. Senin için bir bilsəydim Nələr edərdim. Ama bilmədim qədrimi, bilə bilmədim. Senin için dağlar aşıp çaylar keçərdim. Senin için her bir dərdə Qəmə dözərdim. Senin için bir bilsəydim Nələr edərdim. Ama bilmədim qədrimi, bilə bilmədim. Teşekkür İbo, teşekkür, İlk dəfə teşekkür. tam səmimi oxudum. Mahnı düşərlidir, sevilir. Samir, sən ayağın düşərlidir. Vəfa xanımda Bəyək deyirdi ki, çox bəyənirəm bu mahnını. Eşitmişsən? Bəli. Sən? Eşidir ki, bəyənir. Demək... Mahnım idi, Samir, üzr istəyirəm. Oxumuşdum 15 il öncə. Sonra bunu yenilədim, təzə aranjman elədim. Hiss olunur ki, yenilik var. Yenilik var da, bu halda var, sonra da yenilik var. Tamam, tamam. Bize Füzuli rayonundan bir tamaşaçımız yazır ki, 5506 nömrəsindən yazır, Samir, mən buradan bura Füzulidən yazıram. Siz mənim SMS-imi oxumursunuz, Amerikadan gələn SMS-imi. Ay canım. İndi Amerika uzaqdır da, ona görə. Yazır bizə, Füzuli rayonuna yazıram. İşimi gücümü atıp bütün günü size baxıram. Tamam, tamam. Xahiş edirəm İbrahim Borçalıya ve orada eləşən gözəl qonaqlarımıza salamlar çatdırın. Bəli, salamları çatdırdıq. İşimi gücümü atmısansa doğrudan sənə təşəkkür edirik. 2 saat istirahət elə də indi burada havalar bu cür istilsə görünür Füzulidə havalar necədir. Təşəkkür edirik izləyicimizə. Sonra Füzuli'den sonra birbaşa getdik hansı şehre, Rusiyadan yazırlar bize. Səkinə Əsgərova adlı bir izləyicimiz. Teşekkür edirik Səkinə Əsgərovaya. Ağcabədi rayonundan yazırlar 0429 nömrəsindən. Ağcabədidən yazırıq. Qonaqlarımıza salamlar. İbrahim Borçanlı çok sevirik bizdə. Sevin, sevin. Sonra Salam Yevlax şəhərindən bir izləyicimiz bizə yazır 87-72 nömrəsindən bir restoran adı çəkir ki, oradan əyləşib bizə baxırlar. Buradan öyle salam göndərəm, amma o adı çəkə bilməyəcəm. Ad bizim için doğma addır, amma çəkə bilməyəcəm.
hörmətli Yevvaxtdan bizə yazan tamaşaçımız. Nahid İbrahimov Ukraynadan yazır bizə yazmağını, amma şəhər neysən düz yazmayıb. Onlar da bizim peşə bayramı münasibətilə təbrik edirlər. Təşəkkür edirik sizə. SMS-imi oxuyun, 8466 yazır. Voronejdən yazırlar. Voronejdən Xalidə xanım, Zara, Günel, onlar da bizim peşə bayramımızı təbrik edirlər. Sara xanıma Allahdan uzun ömür arzulayırıq. Belə bir SMS yazır, göndərir. Uzun amma sağlıqlı bir ömür. Əvvəllər deyirdim ki, kimsə kiməsə bir arzu bildirəndə deyirlər ki, sənə uzun ömür can sağlığı arzu. Deyirəm, bu nə arzudur? Elə hamı eyni söz, elə belə hamı bir-birinin ağzından götürür. Yəni şablon kimi çıxır. Mən həmişə deyirəm. Amma sən demə, bu doğrudan elə yerində bir uzun ömür can sağlığı. Amma can sağlığı da orada içində olsun. Vaxtsız olmasın. Danışmışam, bir 85 yaşında gəlir Azrail aparmağa. Kişi deyir, qoy yaşayaq necəmizdən zaten. Allah izin verir, deyir yaşa. Elə bu yaşayır 85, 89, 90, 95'e çatanda görə həyatın mənası yox. Dost yoldaş gedib, qocalanda da lazım olan həyat yoldaşı. Xanım da ölüb gedib, buna baxan yoxdur. Tək sıxılır, nəmə nəticədə neynəsi? Gəl, ay baba, özündən öpür, çıxır, gedir, nə danışasıdır bunlar. Elə gəlib 95'də Azrail'i çağırır, Azrail deyir, nə çağırmışsan, 120 demişdin, 25 ilim var, yaşada, ay, axsaqqal. Deyir, Əzrail deyir, qadan alın, dedi, çox böyük çay vermişəm, mənə apar burada. Mən deyir, sən vaxtında gəlmişsin, deyir, sən baca düşünmədim. Nə şey vaxtında olsun, hamı gelsin. Hər şey vaxtında olanda doğrudan gözəl olur. Samir müəllim, bu can sağlığından söz düşmüşkən, yadıma Bəxtiyar Vahabzadənin, böyük Bəxtiyar Vahabzadənin publisist yazılarından bir-iki misra yadıma düşdü. Bəxtiyar müəllim yazır ki, o vaxtı deyir, mən hələ cavan idim, Səməd Vurğun üçün böyük bir respublika səviyyəli yaradıcılıq gecəsi çağırıldı. Səməd Vurğun yataq xəstəsi olduğu üçün gələ bilmirdi. Oradan gecədən Səməd Vurğunla bağlantı yaradıldı və sonda Səməddən soruşdular ki, sən Səməd bizlərə nə arzuluysan? Səməd dedi ki, ancaq sizə can sağlığı arzulayam. Onda deyir, mən cavan idim, dedim bu boyda xalq şəhərinin dediyi sözə bax. Amma vaxt zaman gəldi, Bəxtiyar Vahabzadə özü xəstəlikdən, can sağlığından əziyyət çəkdi və yazır ki, orada mən onda bildim ki, Səməd Vurğun bir cümlə sözlə xalqıma nə boyda böyük saadət arzulayır. Ən gözəl həyatda can sağlığıdır. Bəli, can sağlığı can sağlığı ən vacib məsələdir. Hörmətli tamaşaçılarımız, bizə zəngləri eləyən tamaşaçılarımız, bizim aşağıda telefon nömrəmiz var. 018-648-08-47. Bu şəhər telefonudur. Amma mobil operatordan da 69-63-ə yığırsınız. Yox, bizi başqa nömrələrlə arayırsınızsa, biz o zaman sizin telefonlarınıza cavab vermirik. Yəni bu zəngləriniz boşu-boşuna getmiş olur, bilmiş olasınız. Əsas studiyamızın telefon nömrəsi 018-648-08-47-dir. Zəngləri ancaq o nömrəyə edin. İsmail'dan yenə zəngimiz var. Firdovsi müəllim, bugün İsmail'lər yaman fəaldır. Maşallah. Qəbul edək. Alo. Alo. Bəli, eşidirik. Salam aleyküm. Televizorun səsini alın. Bəli, eşidirik. Necəsiz? Nə var, nə yox? Sizi mətbuat günü münasibətilə təbrik edirəm. Çox sağ olun. Televiziya günü münasibətilə sizi təbrik edirəm. Bizim orada bir kəndçimiz var, Firdovsi müəllim. Onun üçün gördüm, şad oldum. Onun üçün zəng vurdum. Həm də sizi təbrik edeyim dedim. Bugün mətbuat günüdür. Firdovsi, can sağlığı dedə. Təşəkkür edirəm sizə. İsmail'də nə var, nə yox? Uzun ömür. Hər şey yaxşılıqdır. Hamı təşəkkür edir sizin üçün. İsmail'i gözəl yerdə. Firdovsi müəllim, səsinizə qüvvət. Çox sağ olun. Çox sağ olun müəllim, təşəkkür edirik sizə. Təbrik edirik sizi. Təşəkkür. Firdovsi, bax görsən İsmaillər səni nə çox istəyirlər, qardaş. Görsən nə çox istəyirlər. Bəli, hələ nə qədər də zənglər var ki, əməkdaşlarımız onları
qoşmayıblar efirə. Biz reklamlardan danışmaq istəyirik. Vəfa xanım, bəli. Proqramımızın sponsoru Likol mühərrik yağlarıdır, hörmətli sürücülərimiz. Vəfa, Likoldən istifadə eləmişsən, sürücüsən? Eləmişsən. Bax, Likolun yeni Guinness yağları gəlib. Siz artıq bu yağlarından da istifadə eləyin, peşman olmayacaqsınız. Çox keyfiyyətli yağlardır. Söz verirəm ki, bu gündən istifadə edəcəm. Valla mən deməyim belə şey çıxmasın, 10 ildir mən həmişə girdiyim zapravka da Likoildir, istətdiyim də Likoildir. Mən elə Rusiyada olanda da bilirəm ki, həmi yerlimizdir, Vahid Ələkbarov, həmişə gəlirəm, Likoilə girirəm ki, öz yerimizə xeyir geçsin. Çox gözəldir. Valla. Bəli, Likol yağları doğrudan hörmətli sürücülərimiz çox keyfiyyətli yağlardır. Məhz yeni çeşidləri gəlib, Likolun Guinness və Lüks yağları brendin yeni formulasıdır. Çoxlu sayda avtomobil firmalarında ilkin olaraq elə Likol yağlarından istifadə olunur. Bunlardan biri Almaniyanın ən qabaqcıl avtomobil firmasıdır ki, həmin avtomobillər Azərbaycanımızda avtomobillər arasında belə deyim də çoxluq təşkil edir. Likolun Guinness və Lüks yağları avtomobilinizin 15.000 kilometr yol qət etməsinə zəmanət verir. Likolun Guinness yağları, Lüks yağ, yəni bu yağlarından, Guinness yağlarından istifadə eləyin ki, avtomobilinizin mühərriki uzun ömürlü olsun. Hörmətli sürücülər, ən əsas məsələ. Bu yağları, deməli, əsasən bu yağları, belə deyək də, Avropa ölkələrində daha çox görmək olar. Bu yağların istehsal və satış mərkəzlərinin, yəni əksəriyyətini Avropa ölkələri təmsil eləyir. Amma bu yağlar artıq Azərbaycanımızda da var. Paytaxtımız Bakı daxil olmaqla bütün regionlarımızda avtomobil ehtiyat hissələri mağazalarından, o cümlədən yağ dəyişmə məntəqələrindən siz Likol yağlarını xəbər alın. Bax bu yağları. Peşman olmayacaqsınız. Yox, çox qısa bir reklam aramız var. Reklamlardan sonra davam edirik. Diqqətiniz Doğma kanalda olsun. Uzun sürən yükləmələr, yüksək temperatur. Bunlar bizim üçün qorxulu deyil. Müasir texnologiya ilə hazırlanmış Lukoil mühərrik yağları. Yeni model avtomobillərinizdə yeni Formula Lux və Genesis yağlarından istifadə edin. Yüksək keyfiyyət və 15.000 kilometrədək zəmanət. Mühərriklərinizi bizə etibar edin. Bizim adımız sizin qarantınızdır. Lukoil mühərrik yağları. Hərəkətin yeni formulası. Sumqayıt şəhərində Heydər Əliyev Parkının yanında hər səhər dənizə oynayacağınız Kristal Abşeronun Sahil Park yaşayış kompleksində evinizdən çıxmaq istəməyəcəksiniz. Sakinlər üçün ayrıca parking və iaşə obyektləri, möhtəşəm istirahət zonası ilə hər şey əlinizin altındadır. İndi Türkiyə istehsalı mebellərlə, üstəlik Almaniya, İtaliya və İspaniya istehsalı materiallarla tam təmirli bənzilləri ilkin ödənişsiz 20 ilədək manatla ipoteka ilə əldə edin. Ətraflı məlumat üçün 050 484 0008 018 64 2 02 00 Kristal Abşeron, xəyallarınızı inşa edirik. Xəzər Universitetinin Sumqayıtda yeni fəaliyyətə başlayan Dünya Məktəbi şagird qəbulu elan edir. Məktəbə qədər hazırlıq 5-6 yaş Azərbaycan, Rus, İngilis dillərində. Tədris bütün siniflər üzrə Azərbaycan, Rus dillərində. IB proqramları üzrə təhsil İngilis dilində. IB diplomu əldə edən məzunlar dünyanın tanınmış universitetlərində birbaşa bakalavr təhsil almaq imkanı əldə edirlər. Məktəbdə Amerika universitetlərinə qəbul imkanı verən SAT kursları və SAT test mərkəzi fəaliyyət göstərir. Qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdlər güzəştli ödənişlə təhsil almaq hüququ qazanırlar. Keyfiyyətli təhsil almaq üçün zəngin kitabxana, müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları və laboratoriyalar mövcuddur. Şagirdlərin hərtərəfli inkişafını təmin edən idman, rəqs, dram, musiqi və müxtəlif dərnəklər. Şagirdlər sağlam qidalanır, məktəbdə rahat və təhlükəsiz gediş-gəliş üçün avtobus xidməti ilə təmin edilir. Ünvan: Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi. Telefon 018 642 30 97 055 669 96 33 050 669 86 33.
Teşekkür yenilmez özde. Yenilmez Batalyon filminden. Orijinallığın toxunmayıb, ritmi dəyişməyiblər da. Deyib, bəlkə təpki gələr, söz gələr. Amma mən risk elədim. Amma mən güman edirəm ki, elə bu jurnalist batalyonuna bu bir təbrik idi. Teşekkür edirəm. Çox sağ ol. Və mən Moskvada bizim orada yerlimiz 10 il universitetdə dərs deyil, EMGO deyilən universitetdə. Ucarlı İsmail müəllimdir. YouTube-da baxırdı, mən də bunlarda qonaq idim. Dəfələrlə xoşlayır qədim filmlər. Dedi, İbrahim, bu mahnı niyə oxuyub belə yeni buna nəfəs vermirsiniz, ritim? Fikrimə canlıda dedim, bu tözəl verir, bu ritmi eləmək olar. Amma orijinallığına toxunmadım, ritim artırdım. Yenə bir ziyalının fikrinə diqqət göstərmişsiniz, sağ olun. Boy. Deməli, bütün jurnalistlərimizi İbrahim, sən daxil olmaqla Vəfa xanımı, Sara xanımı, Firdovsi qardaşımızı, ümumilikdə Azərbaycanımızda bütün jurnalistlərimizi Nofəl Süleymanov təbrik edir. Çox yaxşı, çox yaxşı. Bizim qızıl barmaq, o qədər qızıl barmaq deyəcəm ki, axırda qardaşımın barmağını kəsib aparacaqlar. Təbrik eləyir bizi. Təbrik eləyir, amma inanın ki, SMS-lər də həddindən artıq çoxdur. Sizi sevməmək, sizin verilişə... Deməli, bir tamaşaçımız yazıb ki, salam, necəsiniz? Mən Gürcüstanın Marnail rayonunun aşağı Saral kəndindən yazıram. Bizim kənd. Sizin kəndinizdə. Orada bir... Kim var? Ramazan var. Tanımırsan onu? Bəli, tanıyırım. Tanıyırsan Ramazan? Şəhçimizdir da. Tanıyırsan? Tanıyırım. Neçə yaş var Ramazan? Ramazanın olar bir, nə bilim, bir 24, 23, 25 belə olar. Ona toyuna gedəcək, yoxsa orada tez evlənir? Bəlkə də evlənir. Bəlkə də yox evlənir. Toyuna çağırmayıb səni? Hələ toy məlum olmayıb, məncə eləməyib. Deməli, həmən o Ramazan bizə SMS yazır göndərir ki, bütün jurnalistləri təbrik edirik, qonaqlarımıza salamlar, İbrahim qardaşa xüsusi salamlar. 8505 nömrəsindən bu SMS-i aldıq. Sonra Vəfa xanım, sizə Kislovodskidən Ağdamlılar SMS göndərirlər. Şabrandan hələ salam yoxdur. Teşekkür edirəm. Şabrandan, o deyir, ay qardeş, ay qardeş, deyir, yox. Nə deyir, məktub kimədir? Deyir, yox, mənə, nədir, o filmdə var, ay qardeş, o məktub kimədir? Mənə məktub yox. Mənə məktub var, ay qardeş, deyir, məktub kimədir? Bax, belə, Şabrandan bu gün nəsə Sara xanım, nəsə, amma sizə Azərbaycanımızın bütünlükdə hər bölgəsindən salamlar oldu. Hər birisini öpürəm. Sizlə ağlayanlar oldu. Rusiyada yaşayan soydaşlarımız, bacı qardaşlarımız, güneydə yaşayan bacı qardaşlarımız hər biri göz yaşlarını saxlaya bilmirdilər. Mənə çəkib göndərirdilər bura. Hamısı kədər içindəyirlər ki, Sara xanım niyə ağlayır? Niyə ağlayır? Ağlamasın, biz onlanıq. Bax, belə bir SMS yazıb göndərirdilər bizə. Sara, sənə ağlamaq yaraşmır. Beçən, mən heç kimi istəmirəm ağlasın. Həqiqətən istəmirəm ki, kimsə ağlasın. Hamı gülsün. Bu bizə yaraşır. Amma zamanın bir vaxtı var ki, o yetişəndə insanın ürəyinə, qəlbinə bir yara vurur. Biz istəsək də, istəməsək də, o yaradan qaçmaq istəsək də, o kədərdən, o varsa, bizim o həyat senarimizə yazılıbsa... Orta yaşdan sonra insan köylək olur. 30-a qədər həyatı başa düşmürük, anlamırıq, uşaqlıq, beyni, cavan, elə bilir insan xəstələnməyəcək heç. 30-dan sonra bədədən inkişaf dayanır, xəstəliklər oyanır, insan köylək olur. Həm də İbrahim, vaxt var idi ki, valideynlərimizin, müəyyən o valideynin missiyası var da, onlar edirdi onu. Artıq onlar yoxdur, biz edirik. Ta xeyrə gedirik, şərə gedirik, kimisə xeyr, kədərini eşidirik, qəmini eşidirik. Onlara yanında oluruq. Artıq biz elə bilirdik o vaxt ki, biz xoşbəxtlik də. O vaxt xoşbəxtlik idi. Amma artıq o böyüklərin edə biləcəyi o şeylər ki var, onları biz edirik.
dözə bilmir qəlbimiz. Həqiqətən dözə bilmir. Allah hər kəsə can sağlığı versin. Sağ ol, bugün jurnalistlərimizin peşə bayramıdır. Peşə bayramıdır. Əziz həmkarlarım, mən sizi bir daha təbrik edirəm. Bir daha işlərinizi uğurlar arzulayıram. Çalışdığınız layihələrdə uğurlarınız bol olsun. Yazdığınız yazılarda qələminiz iti və güclü olsun. Ürəyinizdən o cəsarət hissi var ha. Bax, o heç bir vaxt əskik olmasın. Kiminsə köləsinə çevrilməyin. Bir də qərəzli yazması var. Qərəzli yazmayın. Əgər onun ruzisi varsa, Allah onun ruzisini göndərirsə, göndərəcək. O qərəzli yazıb, o ruzi gətirəcək evinə. Məsəl üçün, mən bir jurnalist olaraq, heç demirəm peşəkar, yəni bir media işçisi olaraq, məsələn, bunu heç vaxt qəbul etmirəm. Çünki mən heç vaxt qərəzli nəsə yazmamışam. Həmişə yaxşı olun məramım, Allah da ruzini göndərir. Tamam. Hə, Vəfa xanım, siz necə fikirləşirsiniz və son olaraq nə demək istəyirsiniz? Mən son olaraq demək istəyirəm ki, biz bütün mətbuat işçilərinə arzum budur ki, tezliklə Azərbaycanda qələbə müjdəsini öz yazılarında, televiziya ekranlarından Azərbaycan xalqına bəyan etsinlər. Bu bizim hər birimizin arzusudur və mənim ən böyük arzum odur ki, mən hansı gün eşitsəm ki, Azərbaycanda artıq Qarabağ qələbə çalıb, artıq Qarabağ torpaqlarımız bütöv Azərbaycandır. Mən o zaman Bakı şəhəri icra hakimiyyətinin tam qarşısından piyada öz evlatlarımla bərabər Qarabağa yürüyüş edəcəm və bütün o həmkarlarımı da dəvət edəcəm. Getmək istəyən hər bir kəs mənimlə birbaşa Qarabağa, Şuşaya adımlayacaq inşallah. Firdovs, sənə təşəkkür edirəm. Çox sağ olun Samir müəllim. Qonaqlar da çox sağ olsunlar. Və burada son olaraq rəhmətli Zəlimxan Yaqubun bir misrası yadıma düşdü. Zəlimxan müəllim xaricdə xəstəxanada olanda yazırdı ki, ey qərib məmləkət, ey qürbət ölkə, demə yollarımı azıb gəlmişəm. Alnıma nə yazıb Allahım bilər, mən öz dəstanımı yazıb gəlmişəm. Köküm, çiçəklərim, tağım oradadır, mən burada xəstəyəm, sağım oradadır, aranlı yaylaqlı dağım oradadır, damlıyam, qaydan sızıb gəlmişəm. Özüm bil, özgəyə bildirmə məni, ağlada güldürmə məni, sən Allah qürbətdə öldürmə məni, vətəndə qəbrimi qazıb gəlmişəm. O gün olsun ki, bizim Qarabağ torpaqlarımız azad olunsun, qələbəni qeyd edək inşallah. Sən də öz sözünü iflə bildirəcəksən. İflə bildirəcəm, yəni mən o mahnı yoxlayacam, demə Qarabağlıyam, deyərsiniz mən, Bakılıyam, Qarabağlıyam, nə bilim, Borçalıyam, o mahnı bitirəcəm. Və mən heç Qarabağ zonasında olmadım, o Qarabağ davası olan vaxt mən Soçidə yaşadım. Mən Qarabağlıdan sizlərdən çox oranı qayıtmaq istəyirəm, bax Allah haqqı. İnşallah. Nə deyəcək? Samir, bilirsiniz, məsəl üçün hər bir peşə, ailədə o peşə varsa, kimsə onu davam etdirəndə bizə xoş olur da. İndi mən tutaq ki, jurnalistəm, çox istəyərdim ki, məndən sonra bunu kimsə davam etdirsin. Ümid edirəm ki, mənim dünyasını dəyişmiş Bahadır qardaşımın oğlu var, Cəmil. Mənim Sara Səfra jurnalıma xırda yazılar yazır, şeir yazır, məktəbdə hansı tədbirlər keçirildi, yazır. İnşallah. Mən arzulayıram ki, mənim davamçı, mənim Bahadır qardaşımın oğlu. İnşallah. Və əziz tamaşaçılarımız yekunlaşırıq. Sabahları Respublikamızın əməkdar artisti Cabir Abdullayev öz ansamblı ilə bizlə bərabər olacaq. Sabah çox gözəl, milli muğamlarımıza dəyər verən, milli mahnılarımıza dəyər verən tamaşaçılarımızın hər biri bilirəm ki, bu belədir. Ekran qarşısında olsunlar. Mən sonunda Firdovsin əlaqə nömrəsini xatırladım sizə. Çox yazırdınız bayaqdan mənə. 050 ilə 311 16 50. Sabaha qədər İbo, buyur. Sabir də dostumuzdur. Salamlar.
Deseler haralısan, deseler haralısan, Azerbaycanlıyam, Azerbaycanlıyam, Azerbaycanlıyam. Deseler haralısan, deseler haralısan, Azerbaycanlıyam, Azerbaycanlıyam, Azerbaycanlıyam. Yardımlı imişliyem, Samuxlu Qusarlıyam, Füzuli Oğuzluyam. Demək ki Qubadlıyam, Ağdamlı Tərtərliyəm, Kürdəmir Ucarlıyam, Qobustan Bakılıyam. Daha bəsdir bölməyək Dətəni bölgələrə, haralısan sözünü gətirməyək biz bilək. Qüdrətli dövlətimiz yaradılıb Heydərlə, gələcəyə gedirik böyük Azərbaycanla. Desələr haralısan, desələr haralısan, Azerbaycanlıyam, Azerbaycan.